Valla bu məsələni zarafata salmaq istəmirəm, xanımlar, cənablar. Amma başqa şey ağlıma gəlmir. Başqa şey deyəndə ki, Flora və İlhamə barışdılar başlığından başqa. Bilirsiniz, Floranın İlhamə ilə bu hüsuməti heç olmasa, necə deyim, başqa söz tapmıram, orada bir kişilik aspekti vardı. Azərbaycanın Rusiya ilə münasibətləri normallaşdırmasına baxanda mən həmin o aspekti görmürəm. Niyə? İzah eləyim düşüncələrimi. Yanılmıramsa əgər və bütün bu videolar var, internetdə tapa bilərsiniz. Azərbaycanın başlıca tələbi bağışlayın nə idi? Rusiyanın bir mənalı Azərbaycan xalqından üzr istəməsi bu təyyarənin vurulmasına görə. Axırda nə oldu? Putin çıxdı, çıxış elədi, təzə bir şey danışmadı və üstündən yalan da danışdı. İlham Əliyev oturdu, qulaq asdı ona, sonra tatlıya bağladılar, türklər demiş və indi Azərbaycanın telekanalları, ki görüntüləri görəcəksiniz, tək bir kanal deyil, iki deyil, Rusiya ilə münasibətlərin normallaşmasından danışırlar. Gəlin indi faktlara baxaq. Dediyim kimi, Azərbaycanın tələbi diplomatik səviyyədə eşitdik bunu. Elə prezidentin aeroportda çıxışında eşitdik ki, Rusiya bir mənalı üzr istəməlidir Azərbaycandan. Üzr istəmədi, istənilmədi. Putinin dediklərinə diqqətlə 2 dəfə baxmışam. Mən orada üzr məsələsini görmədim. Gəlin ona diqqət yetirək. Putin nə dedi? Putin dedi ki, bax, sözbəsöz, heca-heca dekabrda dediklərini təkrarladı. Putin dedi ki, bu qəzanın Rusiyanın hava məkanında baş verdiyinə görə üzrxahlıq edirik. Bunu dekabrda da demişdi. Eyni sözləri düşənbədə təkrarladı. Bu nə deməkdir? Mən tutum kimisə döyüm öz həyətimdə. Sonra deyim ki, cəmaat, mənim həyətimdə döydüyümə görə üzr istəyirəm. Döydüyümə görə yox ha, mənim həyətimdə baş verdiyinə görə üzr istəyirəm. Bu o zaman da cəmaatı dolamaq kimi səslənirdi. İndi də cəmaatı dolamaq kimi səslənir. Bu üzrxahlıq deyil. Putin nə dedi başqa? Dedi ki, texniki nasazlıq baş verib Rusiya hava müdafiə sistemində. Ona görə təyyarəni səhvən vurublar. Hətta vurmayıblar. Raket təyyarənin yaxınlığında partlayıb. Gəlin indi bu söhbəti xırdalayaq, bacardığımız qədər. Mən ekspert deyiləm burada və ekspert olduğumu da təkidlə demirəm sizə. Mən başqa kanallardakı aparıcılar kimi hər şeyin eksperti olduğumu israr etmirəm və sizə sırımıram. Amma gəlin düşünək. Birincisi, bu nə texniki nasazlıqdır ki, PUA ilə sərnişin təyyarəsini səhv salırlar. Onda sual budur, Azərbaycanın böyük təntənə ilə, böyük hayhara ilə paylaşdığı o güya məktub var da, Rusiya hava müdafiə sisteminin zabiti tərəfindən, güya ehtimallara görə yazılır. Güya deyirəm, çünki hələ sübuta yetirilməyib. Məktub yazılmışdı, bəs o nə oldu? Məktubda deyilirdi ki, bilərəkdən vurublar, bəs o nə oldu? O itiraf nə oldu? İkincisi, əgər Rusiyanın radarları bu qədər geridə qalmış, bu qədər işlək olmadığı vəziyyətdədir ki, Bakıdan qalxıb Groznaya uçan təyyarəni Ukraynadan göndərilmiş PUA ilə səhv salırlar, onda Rusiyanın ciddi problemləri var. Onda Rusiya öz hava məkanında, Allah göstərməsin, bir nüvə raketini necə vuracaq, necə tutacaq, necə tapacaq, necə aşkar edəcək. Yəni, buna inanırsınızmı? Mən inanmıram, inanmaq gəlmir mənə. İkincisi, Putinin dediyinə görə raket istəsəydilər, yəni bu qəsdən edilmiş bir şey olsaydı, raket təyyarəyə dəyəcəkdi və təyyarəni məhv edəcəkdi. Xanımlar, cənablar, mən də siz də eyni videoları görmüşük internetdə. Ekspertlərin, İsmail Cəlilovun yox, bu işin ekspertlərinin, hətta qrafikası ilə bir yerdə izah etdiyi nə idi?
Təyyarəni vurmaq istəyəndə raket təyyarəyə dəymir. Çünki təyyarəyə dəysə təbii ki, şans var ki, təyyarə, hərbi təyyarədən söhbət gedir, içində olan bombaları, raketləri ata bilər. Təyyarənin vurulmasının üsulu mən belə başa düşmüşəm, bütün ekspertlərə ki, mən baxmışam, bütün videografikada ki, mən görmüşəm özüm, raket yaxınlaşır təyyarəyə, partlayır və onun qəlpələri, parçaları, şrapnel o təyyarəni, o hədəfi deşik-deşik eləyir. Həmi pilotları öldürür ya ciddi xəsarət yetirir, həmi təyyarəni işlək olmayan bir vəziyyətə gətirir. Ona görə Putinin bu söz-söhbətləri ki, yəni başqa sözlə desək, biz istəyərdik, vurardıq, elə düz təyyarəyə dəyərdi. Bu yalandır. Bu raketlər bu cür işləyir. Raket düşünülmüş, nəzərdə tutulmuş şəkildəki kimi işlədi. Yaxınlaşdı bizim təyyarəyə və partladı. Quyruğu görmüsünüz, Azalın təyyarəsinin quyruğunu görmüsünüz, deşik-deşikdir. Təyyarənin içində olan insanların ayağına, bədəninə qəlpələr dəyib. Deşib təyyarəni girib içəri. Yəni, bu söhbət belə. Putinin bir başqa yalanı. Bu bilirsiniz, faciənin üstündən yalan danışmaqdır. Bilirsiniz, bu bir tərəfdən yeni məlumat açıqlanmadı bizə. Bütün deyilənlər bilinirdi, biz bilirdik bunu dekabrdan bəri. Hətta üstünə də yalan danışdı. Putinin dediyi nə oldu? Biz Maxaçkalada təyyarəyə eniş etmək üçün imkan yaratdıq, amma pilot, artıq rəhmətə getmiş pilot, özünü müdafiə edə bilməyəcək pilot, qərar verdi ki, Xəzərin o tayına uçsun, Qazaxstanda eniş etsin. Siz buna inanırsınızmı? Sizin yadınızda deyilmi ki, Rusiya bildirdi ki, bütün aeroportlar bağlıdır. Maxaçkalada, Rostovda, Əştərxanda, Astraxanda, Groznyda eniş etmək olmaz. Çünki indi hərbi hava əməliyyatı baş verir, pualar uçuşur, filan beşməkan, təyyarə məcburən getdi Qazaxstana. Ola bilərmi ki, siz bunu unutmusunuz? Mən unutmamışam, inanmıram siz də unudasınız bunu. Bu Putinin qara yalanıdır, xanımlar, cənablar. Hətta ağ yalanıdır deyərdim. Ağappaq yalandır bu. Bir yenilik eşitdim mən. Bu da odur ki, Putin təyyarənin vurulmasında Rusiya hərbi müdafiə sisteminin rolunu etiraf elədi, boynuna aldı. Biz bunu bilmirdik ki, bilirdik. Rusiya müdafiə sistemi olmasa da, kim olacaqdı? Avstraliya müdafiə sistemi olacaqdı. Yəni, gəlin biraz məntiqli düşünək. Yenə də Ukraynanın üstünə atdılar. Putinin ağzından ilk çıxan ifadə, Ukrayna dronları orada uçurdu, biz onlara qarşı müdafiə aparırdıq. Yenə də atırlar Ukraynanın boynuna bunu. Putin təzminatdan danışdı. Ay təzminat ödəyəcək ailələrinə, ödəməyin, bir də gəlin ödəməyin də bunu. Bir də gəlin həyatsız dövlət kimi cəmaatın üzünə durun, necə ki durursunuz indiyənə kimi. Yəni bir də gəlin təzminatı da ödəməyin. Sizə xatırladım, 80-ci illərdə Körfəzdə Amerika hərbi donanması İranın sərnişin təyyarəsini vurmuşdu. Nə o zaman diplomatik münasibətlər var idi Amerika ilə İran arasında, nə indi var. Münasibətlər olduğu kimi pis idi. Amma yenə də buna baxmayaraq Amerika təzminat ödədi bütün ailələrə. Çünki bu beynəlxalq hüququn tələb etdiyi addımdır. Bu sivillikdir, mədənlikdir. Bu Rusiya kimi həyatsızlıqdan kənar bir davranışdır və bütün ölkələr buna riayət edir. Rusiya bunu bizə böyüklük kimi göstərməsin. Onun borcudur təzminat ödəməsi və təzminatı ödəməlidir də. Putinin sözləri ki, buna hüquqi qiymət veriləcək. Acamat, bu hüquqi qiymət nə zaman veriləcək? Artıq 10 aydır ki, bu hadisə baş verib. 10 aydır siz buna hüquqi qiymət verirsiniz.
Yəni kör-kör gör-gördür də, nə qalıb orada hüquqi qiymət verilsin? Nəyi axtarırsınız? Hansı dəlil sübut çatışmır sizə? Bilmədiyiniz nə qalıb? Hansı məsələ qalıb? Sizə aydın olmayan məsələ. Deyin biz də bilək. Deyin bəlkə biz aydınlıq gətirdik buna. Bilirsiniz, biraz quş uçuşu səviyyəsindən baxaq bütün bunlara. Yenə də qayıdıram Azərbaycanla Rusiya arasındakı münasibətlərin güya normallaşmasına. Güya deyəndə ki, öz ağızları ilə deyirlər bunu. Azərbaycanın tələbi ki, Rusiya üzr istəməlidir. Putin Azərbaycan xalqından üzr istəməlidir. Ki, bizim vətəndaşlarımızın olduğu təyyarəni, bizim hava yola aid olan təyyarəni, bizim sərnişin təyyarəmizi vurdu öz hava məkanında, buna görə üzr istəməlidir. Oturub belə İlham Əliyevlə söhbətdə belə söz gəlişi, küləkdir də, külək əsdi getdi, oldu da, sən canı, mən canı. Bilirsiniz, bu həmin o külək əsdi məsələsi yadıma düşdü mənim, üzr istəyirəm, belə pis assosiasiya yaratdı mənim beynimdə. Yadınızdadır o yanğın məsələsində. Bir aparıcını çıxartmışdılar ortalığa ki, hə, küləkdir də, külək əsdi getdi də, böyük faciə eləməyik bunu. Eyni vəziyyətə oxşamırmı sizin zənninizcə? Mənim zənnimcə çox oxşayır. Valla çox oxşayır biabırçılıqdır bu. Prezident demişdi ki, Rusiya rəsmən üzr istəməlidir. O üzrü eşitmədik biz. Belə üzr olmadı bu. Hələ də olmadı. Hələ də olmadı. Amma münasibətlər yaxşılaşır. Bilirsiniz, mən sizə deyəndə ki, bu Rusiya ilə Azərbaycanın münasibətlərinin pisləşməsi oyuna oxşayır. Mən bu sualı dəfələrlə qaldırmışam öz kanalımda. Və özünə hörmət eləyən insanlara da vermişəm bu sualı. Cavabı, bilirsiniz, nə çalarlarla verilib mənə həmişə. Ya, sən uzaqdasan, bilmirsən, içəridən görmürsən, ölkənin nəbzini tuta bilmirsən, yox, doğrudan da vəziyyət pisdir, doğrudan da münasibətlər pisdir. Ya belə olub, ya lağa salıblar, ya zarafatla cavab veriblər, İsmail da danışır. Ölən günümü bilmirəm. Mən sizə əvvəlcədən demişdim ki, bu Flora ilə İlhamənin hüsumətinə oxşayır. Hətta o hüsumət doğru idi, ən gülməlisi budur. Bu oyundur. Gəlin bunu gözdən keçirək sizinlə. Rusiya ilə Azərbaycan arasında münasibətlər doğrudan da pisləşə bilərmi? Bu mümkündürmü? Bu nə deməkdir? Bu dırnaq arası ekspertlər məndən inciməsin, xahiş eləyirəm. Amma gəlin bu vəziyyətə baxaq da sizinlə. Bizim iqtidar üçün Rusiya ilə münasibətləri pisləşdirmək mümkündürmü ümumiyyətlə? Bu nə deməkdir? Bu pul itkisi deməkdir. Bayağı söhbətə görə üzr istəyirəm yenə. Pul, ataları, anaları puldur bunların. Siz doğrudan da inanırsınızmı buna gedərlər? Bəs Rusiyada artıq yatırılmış, Rusiyada gizlədilmiş, həm də potensialda qazanılacaq pullar necə olacaq Rusiya ilə münasibətlər pisləşsə? Həmişə deyirəm ki, hər bir məsələdə pul axtarın, pulun izini axtarın. Bu mümkündürmü sizin zənninizcə? Mən çox və çox nigaran olaraq, çox belə pis hisslərlə, bədbin hisslərlə bu videoya baxdım. Şəxsən mən, ola bilsin mən qərəzliyəm. Yenə də deyirəm, bu mənim rəyimdir, bu mənim kanalımdır. Madəm ki, mənə baxırsınız, yəqin ki, rəyimi eşitmək istəyirsiniz. Madəm ki, mənə baxırsınız, yəqin ki, mənimlə razılaşırsınız, ya mənim məntiqimlə. Ola bilsin bir dəfə razılaşırsınız, bir dəfə yox. Sözüm onda deyil. Sözüm ondadır ki, üzr istənilmədi. Münasibətlərin normallaşmasından söhbət gedir Azərbaycan kanallarında. Biz də bilirik bu nədir. Bu propagandadır, bu təbliğatdır. Bizə yuxarıdan deyilir ki, külək əsdi, oldu bitdi, biz Rusiya buradan diş ağartdıq, onlar oradan diş ağartdı, ay hər şey bitdi. İlham Əliyevin bildiyi məsləhətdir. Mən bilmirəm siz necə, amma mən hava piratlığını çox ciddi terrorizm sayıram. Bundan da ciddi bir şey yoxdur. Birinci dəfə deyil ruslar təyyarəni vurur. Malayziya təyyarəsi yadınıza düşsün.
Vəziyyət və İlham Əliyev bunu ciddiyə aldı, xanımlar, cənablar. İlham Əliyev bilirdi ki, bu vəziyyət çox ciddidir. Niyə görə Peterburqa uçduğu yerdə təyyarəni geri döndərdi? Bu özü özlüyündə sizə bir şey demirmi? Bu özü özlüyündə bu siqnalın ciddiyə qəbul olunmasından danışmırmı? Ciddiyə aldı da, amma indi vəziyyəti normallaşdırır, münasibətləri normallaşdırır. Təbrik eləyirəm sizi. Normallaşdırın, görün Rusiya gələn dəfə nə edəcək, başınıza nə oyun açacaq. İstərdim bir müsbət şeydən danışım. İstərdim bir müsbət aspekti vurğulayım. Amma düşündükcə adam bezir, düşündükcə adam dəli olur. Əgər ki, Rusiyanın üzr istəməsini İlham Əliyev belə təkidlə bizə bildirirdi, bunu bir, necə deyim sizə, dəyişilməz bir şərt kimi ortaya qoymuşdu. Biz bu üzrü eşitmədik, yenə də qayıdıram dediyimə, sözbəsöz eyni sözləri eşitdik. Dekabrda Putinin dediyini düşənbədə Putin elə heca təkrarladı. Bizim hava hövzəmizdə baş verib, ona görə biz sizdən üzr istəyirik. Bunu məqbul sayacaqsınız yoxsa yox, bu sizin dünya görüşünüzə bağlıdır. Şəxsən mənim vicdanım və mənim dünya görüşüm bunu qəbul etməyə imkan vermir. Elə bu fikirlə sizi baş-başa qoymaq istəyirəm. Şərhlərinizi, fikirlərinizi diqqətlə gözləyirəm. Buyurun şərh yazın. Təşəkkür.